Herkese salamlayıram. Bu dersimizdə biz sizinlə Windows əməliyyat sisteminin flash kartda yazılmasını öyrənəcəyik. Qeyd edim ki, bu bizə kompüterimizi flash kartdan format etmək üçün lazımdır. Bunun üçün bizə iki proqram lazım olacaq. Biri Windows əməliyyat sistemi internetdən yükləmək üçün, rəsmi Microsoft'un saytından. Digəri isə əməliyyat sistemini flash kartda yükləmək üçün. Mən sizə linkləri təqdim etmişəm videonun aşağısından. Siz oradan da götürə bilərsiniz. Bu linkə girirsiniz, oradan bu düyməni basırsınız. Proqramı yükləyəndən sonra bu proqramı. İlk növbədə bunu açırıq. Proqram açılandan sonra bizdən soruşur, bu kompüteri biz yeniləyək, yoxsa fayl yaradaq. Biz seçirik fayl yaratmağı. Sonra next düyməsini basırıq. Burada bizdə soruşur. Buradan quşu götürürük və dil, istədiyiniz dili seçirsiniz. Windows 10 qalır. Bu isə nədir? Əgər kompüterinizin RAM-ı 4-dən çoxdursa 64-də saxlayırsınız. Yox, əgər 4 RAM-dan azdırsa, onda 32 bitliyi seçirsiniz. Sonra next-i basırıq. Burada bizə ISO file lazımdır. USB flash drive xeyr. Bu bizə lazım deyil, bunu seçməyin. ISO file. Biz ISO file seçirik, bizə ISO file lazımdır. Sonra next-i vururuq. Ondan sonra bizə təklif eləyir, harada saxlanıc eləyək. Harada yaddaşı salaq. Hər hansı bir yerə yaddaşı saxlayıb save eləyirik. Ondan sonra yükləmə gedir. Yükləmə bitəndən sonra, burada 100% olandan sonra biz faylımızı əldə edəcəyik. Haradakı yaddaşa salmışıq, oradan götürəcəyik. Artıq mən yükləmişəm, ona görə bu bizə lazım deyil. Sonra daxil oluruq Ultra ISO proqramına. Bunu admin adı ilə açmaq lazımdır. Sağ düyməni vururuq üzərində. Run as administrator. Proqramımız açıldı. Buradan biz yüklədiyimiz Windows açmalıyıq. Open Windows və açandan sonra flash kartımızı taxırıq. Bizim flash kartımız budur. Daxil oluruq table. Bu table'dan write disk image seçirik. Sonra diqqət edirik diskimizə, çünki birdən səhv seçsəz silinə bilər. Bizdə 8 GB-dır. Kingston Data Traveler düzdür. Buradan bunlar qalır. USB HDD. Buna dəymirik. Bu da qalır. İlk növbədə format eləyirik flash kartımızı. NTFS fayl sistemi ilə. FAT32 seçmin. NTFS. Digərləri isə qalır. İstəsəz adını da dəyişə bilərsiniz. Burada quş qalır. Quick format, test format, start. Okay. Format olundu. Bağlayırıq. Və yazırıq write. Bu düyməni basandan sonra bizdə burada yes seçirik. Bizdə artıq Windows'un flashkaya yüklənməsi prosedurası başlayacaq. Bu prosedura bitəndən sonra artıq bizim flash kartımız hazır olacaq. Növbəti dərsimizdə sizinlə Windows 10-u necə format etməyi öyrənəcəyik. Hələlik.